Allah şəhidimizin yerini cənnət eləsin, məkanını cənnət eləsin. Bütün analara da Allah təala səbir versin. Amin. Quliyev Şıxanın anası Quliyeva Raysə. Şəhidimizin ruhu şad olsun. Bugünkü günü bacımızın yanındayıq. Hər zaman bir yerdə olmuşuq. Hər bir məclislərdə eyni olmuşuq. Biz bacıyıq. Mən də şəhid Elzamirin anası Təğir Mələk. Bugünkü gün xəyallı qardaşımızın haqq gününə gelişmişik. Məqamı uca olsun. Allah yerin cənnət məkan eləsin. Mən Əhmədov Yusuf'un yaşından açıyorum. Böyle deyirəm ki, Nəfəqən bacı, görüşmüşük balanın haqq gününə. Deyirəm xəyal bala, dəyişməyən mövzuda, mən anam qurban. O ana qurban ki, onlar 93'te gəlib dövlətə gələn uşaqlardır. Onlar bilmirdi müharibə nə deməkdir. Onlar da vətən eşqi olduqlarının hamısında. Gör, hər gələndə, hər ermənilər topu tüfəng yatanda onlarda nifrət ermənlərə qarşı nifrət böyüdü onlara. Biz oğul böyütdük ki, bizim qulluğumuzda durar. Amma onlar bizi yox, vətəni seçdilər. Balalarından keçdilər, canından keçdilər bizim balalarımız. Azərbaycan xalqından ötürün, Qarabağdan ötürün. Qarabağ hər deyirəm, həmişə də çıxışımda deyirəm, deyəcəm də. Qarabağ bizim üçün ziyarətdir. Ora şəhidlərimizin qanı tökülüb. Ora qazilərimizin qanı tökülüb. Ordumuz əziyyət çəkib çox. Şəhidlərimizin məqamı uca olsun. Allah qazilərimizə can sağlığı, səbir diləyirəm. Amma bizim uşaqlar qəhrəman balalarımızdır. Yusuf 44 gündə bayraq ordinam. Yusuf yaralı getdi. Antiterror nə deməkdir? Azərbaycanı, Qarabağı bütövləmə müstəqil ölkə deməkdir antiterror. Antiterrorda şəhid olanda mən yenə inanmadım ki, mənim balam şəhid olubdur. Deyirdim, amma şəhid olmayacaq. Mən ermənləri qırıb qısasını alacaq. Xocalının, Qaradağlının. Gəlinimizə, qızımıza elədiyin hamısını onların qısasını alacaq. Yusuf balam, Yasin balam, hamımızın balası qəhrəmandır. Azərbaycan şəhid anaları həmişə başınızı uca tutun, heç kimin qabağında ağlamayın. Allah bala rəhmət eləsin. Allah bizi bir də ağlatmasın. Ağlayırıq, amma yanırıq. Amma nə qədər ağır olsa da bir elə qürurludur bizim balalarımız. Bizim balalarımız qəhrəmandır. Bizim balalarımız igiddir. Qanı ilə yazdılar tarixə. İllər boyu onlar. Biz ölüb gidəcəyik, amma onlar yaşayacaq. Allah şəhidlərimizin məqamıda olsun. Bala, çox sağ ol ki, sən gələn bizim şəhidlərimizi yad eləyirsən. Allah dada etsin. Sənin kimi oğul, Qədir kimi, Namik kimi, elə oğullar Allah ömrün uzun eləsin. Allah dadına etsin. Bacı, sən səbir diləyirəm. Nə deyim sən? Bacı qurban. Allah səbir diləyirəm. Allah balam yeri, məqamı həmişə uca olsun. Xahiş edirəm, şəhidlərə deməyin ki, Allah rəhmət eləsin. Məqamı uca olsun. Balalarımıza özüm qurban. Şəhid balalarımızı. Bu günay xəyal, bu yığılıb gələn qonaqlar sən doğum günay yığıb dayanamıyorsun. Cəmi şəhidlərimizin məqamı uca olsun. Allah hamısının yerini Allah cənnət eləsin. Amin. Mən də şəhid namazı xəyalın anası materialları. Mən bir söz deyim sizə, analar xəyal şəhid olmamış. Mənə göz aydınlığı verdi. Dedim ona gözün aydın olsun. Vətənin, torpağın, Füzuli azaddır. Ondan yarım saat sonra şəhid oldu. İndi aynı xəyal. Bugün onu mənə göz aydınlığı verdiyin torpağa sabah mən tədbirə çağırdılar. Ora çağırdılar. Sənin qanın tökülün torpağa gedirəm. Bizi gidəcəm o kəndə bilmirəm. Allah qazilərimizə şəfa versin. Şəhid analarına səbir diləyirəm. Sizə də xoş gəldin deyirəm, ay oğul. Allah sənin də anana səbir versin.
dözüm versin. Dili oğlanların sayesinde torpaqlarımız azad oldu. O yolu, o torpağı, o sinələrin sifər eləməyə, qanları, canları bahasını elədilər, sinələrin sifər elədilər. Torpağı, indi onların qan tökülən yerdə o qızıl qanlı lalələr bitir. Mən heylə lalə görməmişəm. Allah şəhidlərin qanıdır, solmaq bilmir. Borcumuz şu sizin Allah kimi şəhid gözəl. şəhidlərimizin məqamı Allahın yanında olsun. Allah bütün analara səbir diləyirəm. Borcumuz Hamısı çünkü bizim babalarımız. sizin kimi gözəl ananın yanında olmağa, sizin kimi gözəl anaların üzrünə gəlmək, ayağına gəlmək bizim borcumuzdur. Ona görə ki, siz qəhrəman analarsınız. Sizin gözəl balalarınız sizi ucaqdır. Siz ucaq bir rəqamsınız. Siz də laf dinləmir uzaqsınız. Bizim kimi insanlar sizin huzuruna gələndə mən demişəm yenə deyirəm, bizim məşəri kərvahacımız sizsiniz. Sizin huzurunuza gəlməliyik. Sizin kimi anaların huzurunda olmaq. Bugün fəxr edirəm ki, bu cürət layıqlayam. Sizin kimi gözəl anaların yanındayım. Xəyal qardaşımın mövcudundayım. Allah cənnətdə mövcudun mübarəkəsini verim. Allah sizə səbr versin. Allah balalarını dəyməsin. Allah heç vaxt xalqımızı elimizdə piskin göstərməsin. Azərbaycan xalqını heç vaxt bir şəhər qismət eləməsin. Gözəl toylaq Mən də Nüsrətli Ceyhun'un anasıyam, Nəzakət xanım. Mənim oğlum da şəhid oldu, 44 gün müharibədə ali təhsilliydi. Bütün şəhid analarına hamısına səbir deyirəm. Allah məqamlarını uca eləsin, şəhidlərimizə Allah rəhmət eləsin, Allah məqamlarını uca eləsin. Hər bir ataya, anaya Allah səbir versin. Biz gördük, yerdə qalan körpələr görməsin o müharibəni. Biz ağladıq, yerdə qalan analar ağlamasın. Allah hamımıza səbir versin, hamımıza güc versin ki, bu dərdi bizə verib, çəkməyə bizə güc versin ki, düzdür, şəhid qürurludur, şəhidlər, məsəl üçün, başımızı ucaldır. Ceyhun mənim başımı ucaldır, mənim aləmin, bütün elimin, xalqımın, mənim balam yəni ki, bütün arzularım özü ilə apardı. Yerdə qalan balalar görməsin, analar görməsin. Xəyalım büyük mövlududur, mübarək olsun mövludu. Allah natirlə ana, ürəyim qurbansa, Allah sağ səbir versin. Allah məqamını uca eləsin. Fəxr edirik, qəhrəmandır, xəyal edən qəhrəmandır. Allah sizə güc versin. Mən də Mirzəyə verdim, şəhid Veliminin anası. Allah xəyal balamızın məqamını uca eləsin, atıyla anaya da Allah səbir dözüm versin. Allah bütün şəhidlərin məqamını uca eləsin. Mən də Qaraq şəhidlərin anasıyam. Bugün xəyal balamızın mövluduna yetişmişəm. Cənnətdəki mövludu mübarək olsun xəyal balamızın. Natırla bacımıza Allah səbir versin, gözüm versin. Allah bütün şəhidlərin məqamını uca eləsin. Qazilərimizə can sağlığı versin. Allah bayrağımızı bir daha ölməyə qoymasın. Bayraqlarımız həmişə ucalarda dalğalansın ki, biz anaların da ürəyinə su səpəsin. Mən də şəhid Fəriz Üzüsüfərin həyat yoldaşıyam. Bugün xəyal qardaşımızın cənnətdəki mövcudumuz, mən yoldaşmışım. Allah məqamını uca eləsin, əsas ruhun şad olsun, bütün şəhidlərimizin ruhu şad olsun. Allah nasıl eləməyə də səbir versin, bütün analar səbir versin.